ölüm bihuşluğu həqiqətən gələcəkdir. Ey insan, bu sənin uzaq qaçdığın şeydir. Yeryüzündə olan hər kəs ölümə məhkumdur. Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məyər sən öləcəksən, onlar həmişəlik qalacaqlar? Əslində, sən də öləcəksən, onlar da öləcəklər. Hər bir kəs ölümü dadacaqdır. Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə, o sizə gözətçi mələklər göndərir. Nəhayət sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz onun canını alırlar və heç bir səhvə yol vermirlər. Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman mən indi tövbə etdim deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Nəhayət onlardan birinə ölüm gəldiyi zaman deyər: Ey Rəbbim, məni geri qaytar, bəlkə tərk etdiyim yaxşı əməlləri indi edəm. Xeyr, onun bu dedikləri ancaq boş bir söz.